Salam. Yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatımız olacaq. Əvvəlcə anonslara nəzər salaq. Ötən həftənin statistikası, nə qədər müraciət cavablandırıldı? Asan xidmət bu dəfə hansı ölkədə tətbiq edildi? Sudanlı nazir müavini asan xidmətlə bağlı nələri dedi? 8110 çağrı mərkəzinin fəaliyyətə başlamasından 5 il ötür. Yaşad fondu hansı dəstək tədbirlərini göstərdi? Ötən həftə Asan xidmət mərkəzlərində 248.545 müraciət qeydə alındı. Asan kommunal mərkəzlərdə edilən müraciət sayı 15.637 oldu. Səyyar Asan xidmət vasitəsilə 58 müraciət cavablandırıldı. 108 çağrı mərkəzinə edilən müraciət sayı 18.623 oldu. Ötən həftə ərzində vətəndaşlara 11.009 viza verildi. Asan ödəniş vasitəsilə 143.626 ödəniş həyata keçirildi. Pakistanda ilk Asan xidmət mərkəzi fəaliyyətə başlayıb. Açılış mərasimində Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistanın hökumət üzvləri, Azərbaycan prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Pakistan Asan xidmət mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır. Mərkəzdə Asan xidmət standartları, Asan könüllülük proqramı və Asanın innovativ həlləri tətbiq edilir. Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Asan TV-yə danışıb, eşidək. Düşünürəm ki, bugün hamımız üçün, xüsusilə İslamabad sakinləri, ümumilikdə isə Pakistan xalqı üçün möhtəşəm bir mərkəzin açılışı münasibətilə bir araya gəlməyimiz çox əlamətdar hadisədir. Asan xidmətin yaradılması Azərbaycan Respublikasının prezidenti, mənim çox əziz qardaşım cənab İlham Əliyevin böyük dəstəyi olmadan mümkün olmazdı. Belə ki, ötən il qardaş ölkəyə rəsmi səfərim zamanı Bakıda Asan xidmət mərkəzini ziyarət etdik. Bu mərkəz həqiqətən fenomenal idi. Son dərəcə təsirli və nümunəvi bir təcrübə təqdim edirdi. Bunun ardından mən müraciət etdim ki, ilk mərhələdə İslamabadda oxşar bir mərkəz yaradılsın. Bugün artıq buradayıq. Asan rəhbərliyi və nümayəndə heyəti də buradadır və onlar son dərəcə böyük dəstək göstəriblər. Bu əməkdaşlıq misilsizdir. Bütün bu texnologiya Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan tərəfindən bizə hədiyyə edilib. Bu fürsətdən istifadə edərək sizin vasitənizlə cənab prezidentə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Mərkəz bugündən fəaliyyətə başlayıb və inşallah biz onu genişləndirəcək, Pakistanın digər bölgələrində də yeni mərkəzlər yaradacaq. Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla Asan xidmət modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanistandan sonra isə Pakistanda da Asan xidmət modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir. Pakistanın baş naziri Asan xidmətin sədri Ülvi Mehdiyevi qəbul edib. Baş nazir qısa müddət ərzində paytaxt İslamabadda və Pakistanın bir sıra əyalətlərində Asan xidmət mərkəzlərinin yaradılacağını qeyd edib. Həmçinin Pakistan Asan xidmət mərkəzinin fəaliyyətini mütəmadi olaraq nəzarətdə saxlayacağını bildirib və bununla əlaqədar hökumət üzvlərinə tapşırıqlarını verib. Görüş zamanı Pakistandan Azərbaycana turist axınının artmasında Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında yaradılan Asan vizanın rolu xüsusi olaraq vurğulanıb. Pakistan baş naziri ölkəmizin Asan viza təcrübəsindən də faydalanmaq istədiklərini diqqətə çatdırıb. Sudan Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Muaviyyə Osman Xalidin rəhbərlik etdiyi nümayəndə heyəti Asan xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonaqlar İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar Asan xidmətin və Abad Publik Hüquqi Şəxsin fəaliyyəti ilə də tanış olublar. Nazir müavini Asan xidmət mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öz ölkəsində tətbiqində maraqlı olduqlarını ifadə ediblər. Yanvarın 8-də yaşat.gov.az portalı və 8110 çağrı mərkəzinin fəaliyyətə başlamasından 5 il ötdü. Bugünə qədər çağrı mərkəzinə 291.169 vətəndaş zəngi daxil olub. Şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 93.016 müraciəti qeydiyyata alınaraq aidiyyatı üzrə yönləndirilib. Xatırladaq ki, 8110 çağrı mərkəzinə zənglər tam ödənişsizdir.
Yaşad fondu dəstək tədbirlərini davam etdirir. Bu dəfə fond şəhidimiz Ruslan Quliyevin ailəsinə dəstək göstərib, qəhrəmanımızın oğlu Nurlan Quliyevin müsahibəsindən bir hissəni təqdim edirik. Mən şəhid övladlarının imtahanlarda yüksək nəticə yığıb xarici ölkələrə getdiklərini görüb həvəsləndim və qarşıma məqsəd qoydum. İmtahanda yüksək nəticə yığdım və Yaşad fondunun dəstəyi ilə də Londona getdim. Orada yeni dostlar edindim. Çoxlu gəzməli yerləri gəzdik. Higben, Temza çayı və ingilis səviyyəmi çox yüksək dərəcədə artırdım. İndi də qarşıma məqsəd qoyuram ki, gələcəkdə xaricdə oxuyacağam. Yaşad fondu şəhidimiz Zərbəli Qafarovun ailəsinə də dəstək göstərib, qəhrəmanımızın övladları Xalidə və Həsən fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub, eləcə də məktəbli ləvazimatları ilə təmin ediliblər. Həmçinin Xalidə fondun vəsaiti hesabına Gəncə şəhərində Xəzər Universiteti Dünya Məktəbində təhsil alır. Şəhidimizin həyat yoldaşı Aygün Qafarovanı eşidək. Çalışırdı ki, bizlə əlaqə saxlasın, hər şeyin yaxşı olacağını, torpaqlarımızın geri qayıdacağını söyləyirdi bizə. Zərbəllə axırıncı dəfə oktyabrın 5-də danışmışıq. Həmin günü mənə anasını və evladlarını tapşırdı. Oktyabrın 8-i Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 9-u Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olubdur. Belə, missiyamız xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.